Deməli, canlı yayımımızı başlatmışıq. Bir dəqiqə son nələri həll eləyək. Əsas məsələ səsim gəlirsə. Problem yoxdur məncə. Onu bir dəqiqə bağladıq. Buradan bizə əsas lazımdır. Çatı görək. Çat burada hazırdır. Və bir, iki kiçik məqam var. Salam dostlar, ilk canlı yayımıza başlayırıq. Görək inşallah necə olacaq. Sniper Elite 5'i oynayırıq. Birinci ilk görevlərdən başladıq nəyə? Məsələni dəqiqləşdirək, görək necə olur. Bir də nə deyir? Fokuslanmaq lazımdır. Bir dost buradadır. O birisi də buradadır. Güzel. İlk vuruşumuzla oyunu açıq elan eləyirik. İkinci də hazırdır. Birinci variant hazırdır. İndicə sahilə yaxınlaşıb etap görevləri həyata keçirəcək. Burada daimi olaraq sol ekrandan canlı yayımı izlədiyim üçün baxıram. Sahilə yaxınlaşdıq. Keçək sakit moda. Çalışdığım qədər hər gün canlı yayım açmağa çalışacağım və müxtəlif oyunlarla. Burada heç kəs yoxdur. Bir dəqiqə mənim setim getdi, dayadıma düşdü. Buradan qalxmalıyıq. Çıxaq yuxarı. Heç kim yoxdur, getdi. Görək nə var bunun üstündə. Evet ya. Yaxınlaşaq şöyle bunda nə var?
Bestimmt haben sie es noch nicht über den Kanal transportiert. Wir müssen weitersuchen. Bu müəllim də getdi. Allah. Burada indi qapısına çox görək girək içəri. Oyunda donma falan yoxdur, əsas məsələ. Bununla bağlı nəsə desəz yaxşı olar. Bir də keçək sonra burada nə var? Şimdi evet. Yəni aha, maşın gəlir. Nein, ganz schön zäh. Aber er besorgt es. Şey, maşın gəldi və getdi. Buna görə nələr var? 6 dənə bunda güllə var. Deyəsən çətin məsələ indi başlayacaq. Yuxarı nədir görəm. Ay vay vay vay, maşın. Görüntü keyfiyyəti necədir yayımda? Clem scheint sich seinen Pfund Fleisch zu holen. Es könnte alles vorbei sein, wenn sie nur reden würden. Headshot. Biri də olmalıdır buralarda. Haradasan ay müəllim? Şey, artıq yoxdur. Oyunun keyfiyyəti ilə bağlı kimsə necə gördüyünü desə yaxşı olar. Donmadır, pinkdir, belə şeylər varmı? Varsa düzəldim ona görə. Yeni yayım açmağa başlayıram. Yəni kiçik belə plus minus məsələləri olsa da üzürlü sayarsınız. Charlie? Charlie'ni tapdıq. Thanks. I just needed a distraction. The weather in Ostend is better this time of year. But France has better food. Növbəti işimizin arxasınca gedək. Bunu götürdük. Nichts. Sie haben bestimmt... Was? Burada bir nəfər var. Pəncərənin dalından apardı. Qapını açaq girək içəri. Nə var qaqaş səndə? Tez ver. Varımız. Bunu götürək sniper kimi. Bir iki dənə butulka götürək. Ender varımızı. Sıvaq gülləsi. Burada bizim nəyimizsə qaldı. Çatışmayın, amma tapa bilmirəm. Burada bizim sniper.
Hədəfimiz odur. Maşın səsi gəldi. Headshot vurdum, amma kimsə gəlir üstümə özə bəh. Sağa sola niyə atsın dədə? Bu nə? Əsəbidirlər, çox əsəbidirlər. Çox gərgindilər hal-hazırda. Özünüz gəlin. Səni yola saldıq. Çıqa bombeskiyə görək, haradasın? Headshot. Təmizdir buralar. Hələ ki təmizdir. Buradan görək kim var burada. İrəlidə çox əskər olacaq hələ. Bunları bir yola verək. İrəlidə əsgərlər var. Qoy gedək elə buradakilərin işini qutaraq. Sonrasına baxarıq. Bir dəqiqə. Aha, səsləri gəlir. Hələ ki ikisinin xəbəri var idi. Onları yola saldıq. Buradan biz güllə yığaq. Oranı partlatmalı olmalıyıq bildiyim qədərlə. Gedək görək. Deməli bizim nəyimiz var burada? Butulka olmalıdır. Gələcəyim bizim müəllim. Gəlmədi. Müəllimi kökündən həll elədik. Bunu da xarab eləyə araya, boşluqdur. Növbətiyə görürdüm addım gedək görək qabağımıza kim çıxır. Aleyküm salam. Biri de var. Headshot. Buna vurduk. Onu da aşırtdı. Addım gedirik. 1-1. Yaxında bir dənəsi var, amma bilmirəm hardadır. Yaxşı oldu banlar aman.
Lap torpağa giribdir, elə hazır imiş qəbir yeri. Onu qurmaq lazımdır mütləq. Sniper, susturuculu kar bu dəqiqə çox yerinə düşdü. Ayda da. Headshot. Buradan da şey yavaş-yavaş gedir. Problemlər hələ çox olacaq onsuz da. Bu generatoru aradan götürən yuxarıdakıların səsimdən xəbəri oldu. İndi hər yerdə məni axtaracaqlar. Birinci bu qıraqdakı dəstəni sizi öldürüm. Bu bombalar çox yerinə düşür əslində. Sonra qayıdıb bunları öldürərəm. Oydu məni double ki. Anam. Oraya qaçdı nə? Utanmaz. Sən dalınca qaçanam mən. Dedim bu ikisini də öldürüm. Bayaqdan suallar altındadılar. Öldü Allah. Sifətini darmadağın. Deməli burada bunda nəsə olacaq? Fond bunkerini açarıq. Çox yaxşı. Çox əla. Orada uzaqlarda bir sual işarəsi var, amma bilmirəm kimdir. Elə uzaqdadırsa bizə maraqlı deyil. Biz bu yandakıların üstünə baxmadıq. Bunun dalınca qaçdım, üstünə baxmağa yadımdan çıxdı. Tez buza gedim onun üstlərinə baxım. Bəzilərində açarlar olur otaqların. Bizə mütləq açar lazım, sonra qalırıq. Interesli məsələlərdə. Ay Allah qolum. Bunda da bir şey yoxdur yararlı. Səbr eləyin gələcəm. Burada nəsə iri bir şey var. MC bizimkidir. Mıqı. Was ist das? Çox səs söyləmə gəlirəm. Növbə ilə bir-bir. Sıranı pozmayın. Doktor gəlir. Deməli burada bay. Fint Koyber. Biri olmalıdır. Bax, heç pis olmadı. Bu bizi belə görmək heç yaxşı olmadı. Bunu götürək. Bu belə çox belə özüm də belə məhəttəl vurdum amma doldu bura əslində. Hər irəlidə dəstgəllər olacaq.
Siqnalizasiyanı vermə, Zəlil, siqnalizasiyanı vermə. Səni Zəlil qal. Niyə bu qədər dəlidülü ilə əlləş? Nöşün. Canımı azaltdı xeyli. İstəmirəm gülləmi istifadə olunuz. Sən bayaq xəbər elədin, hə? İş verən. İş verən. İçəridə də olacaqlar. Onları birinci bir bitirim. Otur, hə? Əl-qol atmağına bax bunu. Utanmaz. Deməli, bu məsələmiz də kökündən həll oldu. Keçirik növbəti məsələlərimizə. Bunu götürək lazım olar. Yaxınlarda bir dənə sual işarəsi də var, amma onu harada olsa taparıq. Problemdir. O da şeyə basaq. Boş-boşuna bomba işlətməyək də. Burada başqa nə işimiz qaldı? Missing coiler. Nə istəyir bizdən? Elə gedək öbüsünü əllə eləyək. Bunun buralarda bir nəysə olmalı idi. Tapsaq əcə. O yuxarıdadır, onu bildim. Qoy baxa burada hansı əskərlərdə nəsə olacaq. Böyük ehtimal onu istəyir. Kulağı partlatmak hoşuma gidiyor. Stres atıyorum. Deməli. Burada nəsə axtarıq, burada yoxdur. Bu nə istəyir məndən? Missing Grove. Bu məndən lom istəyir. Mən lomu hardan tapım? Lom. Lomu tapsam problem yoxdur, amma lomu tapmaq lazımdır. Danger Church. Burada aşağıda olmalı deyəsən o. Səngərlərin birinin içində olmalıdır. Burada bax mən lom gördüm. Lom. Hər şey var, lom yoxdur.
müəllimi də yola saldıq. Burada biri də var. Amma mənə lom lazımdır uşaqlar. Bu lomu tapa bilsəm çox qəşəng olacaq, amma lomu tapa bilmirəm. Hansıvızasa lom olar. Bu lom. Bütün çətin mərhələ aşmışıq. İndi bir dənə lom axtarırıq. Lələyi nereden vurur mən? Səs çox eləmə. Görürsən lom axtarıram, bütün əsəblərim körlanıb. Lomu tapsam, bu dəqiqə vəziyyət yaxşı olsun. Lom harda deyə burada. Nəysə, bunu lom axtarıb vaxt itirmək istəmirəm. Çıxım əsas missiyanı tamamlayayım. Ondan sonrasına baxarıq. Bir saatı bir dənə lomu tapa bilmirəm ki. Çıx. Hadi, dırmaş, dırmaş, dırmaş. Çıx. Nətər mən lom tapmadım. Bu qədər adamı öldürdüm, indi amma bir dənə lomu tapa bilmədim. Məsələ aydındır. Bura bir dənə taxdıq. Biraz gecə olanını vurduq. Aha. Burada bir dənə taxdıq. Bunda gecə olanını vurduq və qaçdıq. Getdi, getdi. Qaçdığı. Düş, hara gedirsən? Birinci missiyanın əsas məsələsini kökündən həll elədik. Əslində maraqlı oyundur, amma canlı yayımda bir şey qalmır. Mən də indi bundan oyundan maraqlı eləcəm deyə bilmirəm. Xəritəyə baxaq. Biz hardayıq? Etap gedə. Salam. Belqa. Yox, bu şeydir. Biz axtaran deyil. Görək bunda nə var? Mən sağa sola çox baxıram ki, solda monitorlara baxıram. Ona görə biraz deyəsən oyunda gecikmə var. İndi bu canlı yayın belə olsun. Növbətinə bir şey fikirləşəcəm. Pinklənməni düşürsün. Deməli. Yavaş gedirik. Bunu gedək kökündən həll eləyək. Burada bir dənəsi var. Bu mənə çox narahat eləyir. Bu birazdan gəlib məni arxadan vuracaq. Gəl, pis. Salam. Yavaş. Geri qaydaq bir yandan gelir.
Aha, PK. Ağır artlet. Salam. Vay çekilər yox. Bir nəfərimiz qaldı. O gözəl oğlan hardadır? Çıxanmır. Müəllim də yola getdi. Nə bu generatoru Şesukun aradan götürək. Kimi demək gör. Salam. 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 Bax, mənim 5 gülləm getdi sənə. Bu kritik müharibə vaxtında ziyan verməkdən başqa bir iş görmədin amma. 2 dənə bandaj. Zor. Bunu götürüm. Bunu ver. Allah razı olsun. Bu nədir? Aha, bu da bizim işlərimiz, sənəd əsərlərimizdən biridir. Yayıma qoşulanlar xoş gəlib, ekranı bəyənib, takib ataraq dəstək ola bilərlər. İlk canlı yayımımızdır. Sniper Elite oynayırıq. 5. Bay. Axis Invader gəldi. O biraz bizim işimizi körləyəcək. Bu oyunda bir o kimdir? O da bizim kimi real oyunçulardır. Sadəcə onlar bizi tapıb öldürmə işinə baxırlar və işlərini də çox yaxşı bilən oyunçulardırlar. İndi harada qarşılaşacağıq, o biraz müəmmalıdır. Amma ki, o mütləq bizi ya tapacaq, 80% bizi öldürür, 20% biz onu öldürürük. Mən daha çox belə şahid olmuşam. Amma indi mütləq necə bir dəyişiklik ola bilər. Ümidvaram. Bayaq bir saatdır bunu axtardıq. Crowbar'ı. Lomu. Lom. Aç. Açar işlət görün. Vizör hardadır görün. Harda olsa gəlib tapacaq mənə. Bir it olsa o dəqiqə gəlib tapıb qapar mən. Bu qapı açıq idisə, sən mənə niyə o qapını açdırdın 1 saat? Sənin oyun üzünə nəhlət. Kodu geri götür, kodu bilirikmiş. Bizə bir telefon lazımdır ki, Invisor'ın yerini öyrənək ki, hardadır. Allahu Ekber. Qalx geri, canın gedəsi. Qalx görüm. Qalx görüm. Nəysə, düş. Ben sabotaj edeyim. Başka ne var? Bəsənə çox lazım bir şeydir. Oyunun bəzən elə bir məqamında axtarılır ki, tapa bilmirik. Nəysə, yavaş-yavaş məsələnin dərinləşinə gedək. Invisorla da rastlaşmaq heç istəmirəm. Oyunun ən qəşəng yerində gəlib bütün qanımızı qaraldacaq. Burada 3 dənə əskər var böyük ehtimal. Çox açıq ərazidəyik.
Bu müəllimləri yola saldıq, əsas məsələ. Sənin mən. Gəldi. Güzel gəldi. Qanım qaraldı. Pro mikrofonu yoxlayıram. Deməli biz burada sniper elite qayıtdıq geri. Nəysə. Növbəti oyuna qaldığımız yerdən geri davam edək. Vizor olmadığı üçün bir problem yaşamayacaq. Amma hər an yenə gələ bilir. Bu oyunda ən belə mənasız olur. Çünki yerini bilmirsən, gəliş istiqamətini bilmədiyin üçün. Bana vursun her şey. Başımı xarab eləyirlər, bunlara baxsan. Aha. Gülləm gedir, öl, 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 qaqaş, öl. Gülləmin düşmanı. Mənə bu dəqiqə ən çox lazım olan şey güllədir. Növbəti etapdakı irəlidəki bina həm çox zorlayıcıdır, həm də ki hardan gəlir o mənim maraqlıdır. Görə də bilmirəm. Çox səssiz olmağını istəmirəm. Çünki maksimum bir səssiz olmaq lazımdır. Növbəti etap həqiqətən çətindir. Problemi də çoxdur, yükü də ağırdır. Biz də Access Visual gəlinə qədər bunları aradan götürməliyəm ki, o gələndə o bizi biraz sirkələməz. Qoyda bombamızı da patladaq. İndi gedək. Elə adını çək, qulağını vur, söhbəti deyən kimi də gəlir harda olsa. Bu müəllim hara qaçır? Gəl. Gəl pis 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 pis. Gəl pis pis. Bunun beyni partladı. Görək biz o arxadan gəlib vuran aksivizör olmaz.
Bax, vizor hardadır. İmkan verməyəcək. Adam kimi oynayaq. İndi hardansa gülləni vuracaq alnımın ortasından. Yaxınlar. Öl qutarda qaqaş, vaxtımızı da alırsan. Salam aleyküm. Bu generatoru bir dənə aradan götürdüm. Heç kəsin xəbəri olmadan keçdim bura. Orada kimsə məni gördü. Yine maşın var. Kutu var. O dirə bir it olsa gəlib qapar məni. Bu dəqiqə o gəlib vuracaqlar yenə məni. Birini aşırtdıq. İkincisini axtarırıq hələ. Oyun keyfiyyətində nəsə bir, necə deyim, düşüş falan varsa, zəhmət olmasa qeyd edin. Bu ilk canlı yayımdır. Növbəki canlı yayımlarda onları düzəliş elətdirə bilir. Cleaning oldu. Sifətini dağıtdıq. Düşürük yavaş-yavaş səngərə. Səngərdə etap-etap gedəcək ki, düşman tərəfə minimum səs verək. Aha, burada mənim dostlarım. Adı bu da budur. Yenə xəbərlər oldu, mən buradayım. Ən çətin hissələrindən biridir oyunun. Vijir mənə çox yaxındır. Amma yavaş-yavaş hələ gələcək oyun gəlməyinə var. Bunu qoyaq biraz gecikdirici verilsə düşsün. Otduqda gizlənək. Biri getdi. Mən 2 dənə
Biri də getdi. Fransa üzərindəki hal-hazırda əməliyyatda və obyektlərin bir hissəsi də məhv olmuş durumdadır. Deməli, biz olan yerdə ölüləcəsi yox, gedirik bura. Ondan sonra da qaydacaq bura. O digər hələ sual altındadır. Biri fazla maraq deyir, insanı öldürür. Bu istiqamətdə gedəcək böyük ehtimal. Bu xəritənin ən pis şey oldu ki, hal-hazırda bilmirsən, vizördən gizlənəsən, bilmirsən, kimlə özünü qoruyasan. Ən pis şey oldu bu dəqiqə. Bu böyle top olar, hə. Sürünə keçək buradan. Müəllifi də yola saldığımız üçün çox xoşbəxtlik. Burada bir sual işarəsi var, onu lənət olsun. Bu müəllim də getdi. Afet vizör buralarda bir yerdə. Gördüm bayaq Əsrın gəlməyini. Amma ki hardan çıxacağını da bilmirəm. Onun əslində oraya girməyə heç yaxşı olmadı. Yox, sənin mən gördüm ya, əslində gecikdim, çox olmadı.
Bu Artbüzön belə məni öldürməyə heç yaxşı olmadı. Bir kiçik belə canlı yayımımızı çəkim paylaşım etmək üçün. $20.000-ə yaxın bəyənməmiz var. Surprise az təşəkkür edirəm. Giriş çıxış biraz azdır əslində, amma ki bunu da buradan görüb niyə belədir. "53 dəqiqə demək olar canlı yayımdayıq. Bu nə deyir burada? Deməli, qayıdaq geri oyuna. Harada qaldığımızı bilmirəm, amma ki oyuna qayıtmaq görək necə olacaq. Aleyküm salam. Bir hədiyyə göndərin, müəllim, dəstək olun. Armand кейsi götürdü açarı. Peşəkar olmasaq da pis deyilik. Mərkəzə girincə bu tərəfləri təmizləyim əsas. Sonra problem olmaz. Yenə axış vizör gəldi. Heç sən çatmadın bir dənə. Onunla da düzəldik. Bu kritik vaxtda. Burada bir dənə qırmızı olan var, amma onu tapmaq lazımdır. Sağ olun müəllim, sağ olun. Ulan niyə PK-nı qoyub mənə güdürlər? Burada maksimum dərəcə əsas sakit olmaq lazımdır ki, buralarda bir yoxsa bura bir qaləm dəyəcək bir-birinə. Gəl indi buradan sağ çıxmağa çalış. Bura nədir? Bu tualetlərdir. Bu bizə lazım deyil. Bunu açdıq. Bu müəllimə bir headshot. Tamam. Yuxarıda biri qalıb gedək onu. Aşırdaq. Oradan qaydarıq geri.
Gedək onları aşıraq bir dənə tez bazar. Vaxtımızı almasınlar. Bu kimdir və hardadır? Moment mal. Aleyküm salam. Utanmaz. Bir elə güclü bir problemimiz demək olar qalmayıb. Hal-hazırda AXS vizor gələcək, böyük ehtimal harda olsa indilərdə gəlib çıxar. Bayaq məni nətər öldürdü, mən heç özümdə başa düşmədim onu. Amma halaldı, təbrik eləyə bilərəm ancaq. Çünki mən heç gözləmirdim. Çünki nəyə görə xəritənin altdan şey olduğunu bilmirdim. Orada tunel olduğunu mən bilmirdim. Ne görün qapatsın, bura girək, burada görək nə var. Bu bizə lazımdır, burada bir şey yoxdur. TNT götürək. Partladaq girək görək. Aha. U-Tanger. Şimdi gərək AXS vizör tapaq. Vizördən sonra vəziyyətə baxarıq. Tunellə gedək. Görüm bu tunelin çıxışı və girişində nəsə var mı? Hoppa! Auf, du Vollpelz! Ha? Əsəbləşməyin, sakin olun. Bir dənə soruşaq görək tez bazar rəsmi dosta zəng. Görək dost nə deyir. Maşallah gəlib çatıb. Bomba xarab eləyək. Bu da getdi. Hardasan? Bax, stresten danışa da bilmirəm. Qorxdum ha. Elə bildim özüm vuruldum. Vizör, sən məni stresten bitər elədin.
Necə minayət aldın olasın. Və aksivizörü vurduq. Aksivizörü vurduqsa əsas məsələ problem yoxdur. Hə, şükür. Şükür bunu vura bildik. Bu mənim artıq bütün həyat enerjimi sömürmüşdü. Bayaqdan stresin içindəyim ki, harada olsa gəlib məni tapıb vuracaq. Şükür. Keçən növbətnəyə buranı da həll elədik. Buranı da aşırtdığımıza görə buranı da Rasmirot. Buranı da generatoruna kəsdik. Gedək növbəti işimizin arxasınca. Növbəti işimiz nədir? Gözün görüm. Baxaq. Hələ nə qədər işimiz var. Bunlar bilməm bugün canlı yayım bu qədər davam edəkmi, etməyəkmi? Bu nədir? Deməli, bugünkü canlı yayım hədəflərimizə baxıram. 1 dəqiqə. Bir dəqiqə. Bunu indi birazdan edəcəm. Qalsın burada. Canlı yayımla vəziyyətimiz necədir? Bonusumuz yox. 2 izləyicimiz, 27.000 like'ımız var, amma ki izləyicilərimiz sabit qalmır. İnşallah qalar. Yeni 30 dəqiqə açmaq və 20 dəqiqə tamamlamaqdır. Clean al. Nəysə, geri qayıdaq oyuna. 1 saat 5 dəqiqədə canlı yayımdayıq. Çalışacağım bugün bu şeyi bitirək. 1 dəqiqə buradan indi gedək bura. Bu ikisini tamamlayaq, oradan qayıdaq. Əgər bizə bir xeyri yoxsa boş-boşuna vaxt itirmək belə istəmirəm, yəni. Bəlkə heç o birisi suallara getməyəcəm. Elə gedəyim bu Kill Safety Banger. Bir də bunu öldürək. Şübhə çox pis bir şeydir. Məsələ həll oldu. Girdik evə. Deməli, bunlarda nə var? Sənə gəlmişəm görək nə edirik. Ayda da yoruldum. Buradan gireyim. Aman götüreyim.
Tamam, 8 gülləlik bir dənə susturuculu tapanca tapmışam. İndi ondan ərazidə akspizor yoxdur. Bayaq öldürdük, yola saldıq onu. Çıxım yuxarıya baxım, nə var, nə yox. Burada nə var? Burada heç nə yoxdur. Tez bazar eləmək lazım ki, sürətli olaq. Buradan indi çıxdıq belə. Getdik belə. Burada da bir şey yoxdur. Nəysə. Gedək. Onsuz da 8 güllən var idi, biri də getdi. Qaldı 7 güllə. İndi bizim burada kimi öldürməyə gedirik? Birinci sol tərəfi təmizləyək. Aşırı gəmidə gəzir. Qaqaş öl də, neynəm? Oy. Bunlar mənə biçirlər. Kaç. Aa, vəhşidirlər, yamyamdılar, nədirlər, bilmirsən. Erməniyə vururlar elə bil. 1 qram canım qalıb. Vəhşi yığını vəhşi. Mən darıxmayın, qardım sizlə məşğul olacam. Bir dəqiqə, mənim burada body kit. Bas. Yəni kit basım sürətlə rast minut, ondan sonra məsələni kökündən həll eləyəcəm. Bir dənə gülləmizə doldurum. Darıxmayın. Bir dəqiqə mənə qranat da lazım. İndi gəlin sizlə məşğul olacam. Hala buraya məbu. Bu məsələ olduysa, öldürdümsə mən gedirəm. Artıq atışma başlayır. Hemen buradan getdim. Sağ olun, özünüzə yaxşı baxın. Hardan gedim onu bilmirəm. O nədir? Sən orada çöməlmə. Ala, nə inirsən ala? Ala, nə inirsən ala? Ne deyir? Oyun bunu deyir ki, bugünlük canlı yayın bəsdir. Qam qaraldı. Ne deyir?
Deməli, bugünlük canlı yayımımız bu qədər bəsdir. Demək olar ki, ilk canlı yayımız idi. 1 saat 13 dəqiqə bir Sniper Elite 5 oynadıq. Ümidvaram ki, xoşunuza gəldi. İndi ilk yayımdır. Biraz keyfiyyətdə problem, görüntüdə problem ola bilər və ya nəsə deyim də, yəni hər şey yavaş-yavaş düzələcək. Növbəti canlı yayımlarda görüşərik inşallah. Çalışacağım ki, hər gün axşam canlı yayımlar üçün təxminən 11-12 aralığında canlı yayımlara qatıla bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirəm. Görüşərik. Sağ olun.